Salam əziz izləyicilər, əziz məntiq sevərlər. Bugün mən sizlərlə Elsəvər Vəliyev 4-cü 5-ci sinif yeni nəşrdən lisey qəbul sınağı 6-nın riyazi məntiq hissəsini paylaşacağım. Bugün sizlərlə 7, 8, 9-u paylaşmağı düşünürəm. Bəzi qrupdakı şəxslər narahatdır. Amma narahat olmayın. Bütün kitabların izahını sizlərlə çəkib paylaşacağım. Deməli, birinci testimizdə deyir ki, riyazi məntiq hissəsidir. Aşağıdakı bərabərliyin ödənməsi üçün variantlarda verilən ifadələrdən hansı mötərizə daxilinə alınmalıdır? İlk öncə bu hissəni hesablasaq, 3 dəfə 2, 6, 8-in üstə 5 gələndə 13, 13-dən 6 çıxanda 12 eləmir və biz burada 8 üstə gələrək mötərizə içərisində 5 çıxılsın 3, vurulsun 2 ifadəsini mötərizəyə alsaq, biz burada görmüş oluruq ki, cavabımız da bizə həqiqətən 14 verəcəkdir. Ona görə də cavabımız olacaq B variantı. Yəni mötərizə daxilində 5 minus 3 ifadəsini almış olarıq. İkinci sualımızda deyir ki, hansı bərabərlikdə aşağıdakı bərabərlikdə boş qoyulan yerlərə sırayla hansı riyazi işarələr yazılmalıdır? Ben burada yazıram ki 21 bölək 3 7 üstəgələk 4 bərabərdir 11. Yəni bölək və üstəgələk ədədlər yazılır. Bu da bizim C variantımızda var. Üçüncü sualımıza baxaq. Üçüncü sualımızda deyir ki, aşağıdakı fiqur tərəfi 1 cm olan kiçik kvadratlardan əmələ gəlmişdir. Fiqurun perimetri neçə santidir? 1, 2 tərəflərini sayırıq. Əgər bizə bu şəkildə istəyirsə, tərəflərini sayırıq. 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 22, 23, 24, 25, 26 tane. Deməli, kvadratın perimetri neçədir? 26 santimetr D variantı olacaq. Dördüncü sualda deyir ki, imtahanda Həsən Rövşəndən çox. Həsəni Rövşəndən yuxarıda yazırıq. Yaqub İncidən az. İnci bura, Yaqub bura. Rövşən İncidən çox. Rövşən İncidən çox deyil. Fidan isə Yaqubla eyni. Fidan isə Yaqubla eyni. Düzdürmü? Bizdən soruşur ki, kim birinci olmuşdu? Kim birinci olmuşdu? Həsən. A variantı. En yukarıda kalan en birincidir. En aşağıda kalan en sonuncudur. Beşinci sual. Beşinci sualda deyir, şəkildəki düzbucaqlığın sayı neçədir? Baxın, burada qeyd edirəm. 1, 2, 3, bu 4, bu 5, ümumi düzbucaqda 6. Deməli, burada şəkildə 6 dənə düzbucaqlı var. C variantı. 6. sualımızda ne diyor bize? 104.014 bölünsün 10 B'yle K'yı soruşur. 1, 10, 14'ün içerisinde 1, 14. Deməli B 101'dir. K 4'tür. Bize bunların cəmini soruşursa cəmi 105 D variantı eləyəcək. 7. sualımızda. 7. sualımızda bakın görürsünüz ki burada 4 tane KLM var. 4 vurulsun KLM beraber 668'e. KLM beraberdir 668 bölək 4'e. KLM beraberdir 1, 4, 1, 2 dəfə 26'nın içərisində 6 dəfə 6 dəfə 24 167 167 K 1'dir L6'dır L7'dir. Bunları da cəmini soruşursa cəmimiz eləyəcək 14 D variantı. 8. sualda. 8. sualda deyir ki, yolun şəkildə göstərilən hissəsində təmir işləri getdiyindən, yəni bu hissəsi 10 kilometrdir. Sınıq xəttdən geçmiş olur. 3 kilometr bura gələcək. 10 kilometr belə gedir, 3 kilometr də geri qayıdır.
Burada cəmi olacaq neçə? 16 kilometr. Neçə kilometr getməli idi? 10 kilometr. Bunlar nə qədər artıq yol getmiş olur? 6 kilometr əlavə yol getmiş olacaqdır. 9-cu sualda. Aha. Deyir ki, aşağıdakı əməliyyatların hansında mötərizə silinsə də nəticə dəyişməz. Aha, nəticə dəyişməz deyirsə, 20 çıxılsın, gəlmir bir mötərizəni silim. Mötərizəni silirik. Orada olacaq 30 çıxılsın. Burada ümumi 30 çıxaq 20. 30 çıxaq 10, 20. 2-yə böləndə 10 eləyəcək. 30 çıxaq 10 bölə 2. Mötərizəni silsək. Mötərizəni silsək bu eləcək 5, bu eləcək 25. İfadə dəyişdi. C variantı veriblər. C variantına baxaq. 20 çıxılsın 15 üstə gələk 5. Aha, deməli 15 üstə gələk deyil, daha doğrusu burada böləkdir. 15 bölək 5. Deməli burada nə alınıb bizdə? 15-i 5-ə bölürəm 3. 20-dən 15 3 çıxıram 17. Amma mötərizə silinsə burada olacaq 20-dən 15 çıxanda olacaq 5. 5-i 5-ə böləndə 1. Yəni nəticə dəyişməz olaraq cavab olaraq C veriblər. Amma C bizdə heç bir ifadəyə uyğun gəlmir. Sonra 7, 35, 20, 23 şərtimizdə də ümumiyyətlə bunların heç biri ödəmir. 3, 15, 35 yox. 9-cu sualda nəsə səhvlik olduğunu düşünürəm. 10-cu suala baxaq. Deyir 6 saat əvvəl 13:00 olmuşdursa. İndi tapaq. 6 saat əvvəl yazın. Əvvəl 13:00 idi. 6 saat keçib. İndi 13 üstə 6 gəlsə 19:00. Sonra 19:00 üstə 6 gəlsək 24:00-a qədər 5-dir. 1:00. 19 saatdan 24:00-a qədər 12-yə qədər 5 saat keçir. 1 saatda 6 saat eləyir. 1:00 B bəndi. Eləmədim, cavabımız yoxdur. Sonra 11-ci sualda. İlk 19 ədəd, tək ədədin hasili hansı rəqəmlə qurtarır? Gəlin baxaq görək. Tək ədəd 1, 3, alt-alta yazaq. 1, 3, 5, 7, 9. Aha. İndi 19 dənə tək ədəd olsa da, baxaq görək bunların hasilini neçə ilə qurtarır? 15, 7-yə vuranda 5 dəfə 7, 5. Sonu 5 eləyəndə görə 9-a da vuranda yenə sonu 5 eləyəcək. Əgər burada 5 rəqəmi varsa, 5-i nəyə vuranda 2 cüt ədəd yoxdursa, tək ədədə vuranda sonu 5 eləyəcək. D variantı. Yadınızda saxlayın. Tək ədəd varsa, əgər orada cüt ədəd yoxdursa, sonu 5 ilə bitir. Tək 5 varsa, cüt rəqəm yoxdursa, o hasil 5 ilə bitəcək. 12-ci sualda. 12-ci sualda deyir ki, 1, 1, 1, 3 dənə 1, 2 dənə 2, 1 dənə 3. 99 rəqəmli ədəddir. Buna görə də bu ədəd yazılarkən ümumilikdə neçə dəfə 2 rəqəmi yazılmışdır. 99 rəqəmli ədəddirsə 3, 2, 5, 6. 99-u 6-ya bölürəm. 1, 6, 16, 36 qalıq 3. Eləmi? 16 dəfə təkrarlanıb bu ifadə. 99 ədəddirsə 16 dəfə təkrarlanır və 3 qalanımız qalırsa. 16 dəfə təkrarlanırsa, bir təkrarlamada 2 dənə 2-dən istifadə olunur. 16-yı vururam 2-yə, eləyəcək 32. 3 dənə qalıq olduğuna görə 3 dənə rəqəmimizi başdan sayırıq. 1, 2, 3. Üçüncü rəqəmimiz 3-ü də 1-dir və əlavə 2 olsa 32 üzərinə gələ bilərdik. Yox, 4 qalıq olsaydı bir dənə 2 götürə bilərdik. Çünki burada 4-cü rəqəmimiz 2-dir. Amma ehtiyac olmadığına görə 16 dənə 2-dən istifadə olunubsa 16 2-yə vururuq, 32 D variantı. Bu sıra izləmələrinə aid mövzudur. 13-cü sualda 7 müəllim və 8 uşaq qayıqları səyahətə çıxdılar. Bir qayıqda ən çoxu 2 müəllim ola bilərsə, ən az neçə qayıq lazımdır? Ümumilikdə 7 müəllim var. 7-yi bölürəm 2-yə eləyəcək 3. Deməli 2 müəllim 1, 2 müəllim 1, 2 müəllim 1, 1 müəllim uşaqlarla da qalır.
Ona görə bir müəllimdə ən azından bizə 4 dənə qayıq lazım olacaqdır. Sonra 2015-ci ilin rəqəmlərinin cəmi 7-dir. 2005-ci ilin. Həmin ildən 100 ilə qədər rəqəmlərin cəmi 7 olan neçə il var? Yazaq da burada. 2005 rəqəmlərin cəmi 7 olmalıdır. Olacaq burada nə? 2005'ten sonra olacak 2007 en başta. O 2007'ler rəqəmlər cəmi 7 deyir. 2023 en baştan başlasaq 2 5 eləməlidir sonu. Deməli 2005'ten sonra 2014 2014 sonra 2023 rəqəmlərin cəmi 5 eləyən hissələrini tapmalıyıq. Sonra 2041 sonra 2032 5 eləyən ədədlər tapsaq, sonra 2050 neçədən oldu? 1, 2, 3, 4, 5 dənə B bəndi. Altısında cavab C variantı verilib. Baxaq görək nə yaza bilərik. 2005-i qeyd olunub. İlin rəqəmlər cəmi 7-dir. Həmin ildən 2100-cü ilə qədər 2100-cü ilə qədər deyirsə 1, 2, 3, 4, 5 mən burada 2100-cü ilə qədər deyirsə 2050 də yaza bilərəm. Yox, yazdım 2050-yi. 2500, 2100-cü ilə qədər rəqəmlərin cəmi 7 olan 3, 2, 4, 1, 16 yox 16, 7 eləyir 2, 3, 1, 4, 3, 2 0, 5, 5, 0 yazmışam 14, 41 23 yəni başqa hansı var ki? Cevap 6 verilib. 2005'in özünde götürsək 2005'in özünde götürsək 6 ola bilər. Yəni amma belə sayanda 5'dən olur. 15-ci sual. İlyas ədədi 2-yə vurub üzərinə 1 gəlməliydi. Gəlmizə tapdıq ədədi baxaq. Vurdu 2, x vuraq 2. O səhvən 2'ye bölüb, böldü 2'ye 1 çıxdı və 11 aldı. X bölü 2 bərabər deməli burada x bölü 2 12'dir. X bərabər 24'dür. İndi deyir ki x 2'ye vurup üzerine 1 gəlsək tapdığımız ədədi eləcək 49 C variantı. Legisi altını hezmentik sesi yüklendi. Legisi 7'de inşallah görüşerik.